Değerli izləyicilərimiz, hər vaxtınız xeyir olsun, salamlayıram hər birinizi. Bildiyimiz kimi bu günlərim 8 noyabr 2025-ci ildir. Bu günlərim Azərbaycanımızda Zəfər Bayramı kimi hazırda bugünkü gün qeyd olunur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah bütün qazilərimizə uzun ömür, can sağlığı versin. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Zəfər bayramınız mübarək olsun, şəhid ailələri. Atasını görməyərək bu dünyaya gələn şəhid övladları, Zəfər bayramınız mübarək olsun. Və sonda onu da qeyd etmək istəyirəm ki, kollektivimiz adından bütün Azərbaycan xalqını Zəfər bayramı münasibəti ilə təbrik edirəm. Allaha əmanət olun. Həmişə üçrəngli, şanlı bayrağımız zirvələrdə dayansın. Hər zaman bir olaq, bir yumruq olaq və cənab prezidentimizin bir yumruğu ətrafında birləşək. Sağ olun.